Bəxt gətirməyəndə gətirmir, hazırlaşıb özənirsən, çölə çıxan kimi külək qalxır, tozanaq baş qaldırır. Bakı küləyi qismətin olur. Sağa dönürsən sağdan, sola dönürsən soldan. Son ümid arxaya, geriyə, evə qayıtmaq istəyirsən, oradan belə üzünə vurur. O külək əsdisə, hara dönsən üzə vurur. Qonşularımız da qabığı sərt, içi boş qoz kimi çıxdı. Bakı küləyinə oxşar, onlardan da nakam qaldıq. Yuxarıya boylanırsan, şimal küləyi barmaq yelləyir. Qərbə tərəf dönürsən, erməni. 30 il talayıb, işğal edib, sülh adı gələndə 15 yaşlı yeniyetmə kimi naz edir. Aşağıdan cənub küləyi, bu lap baməzədir. Başsağlığı verirsən, məktəbinə dron atır, hava limanını hədəf seçir. Bircə şərqdəki məsum Xəzərin gilavarı zərərsizdir. Arada əsir, saçını başını dağıdır, vəssalam. İş o yerə çatıb ki, cənubdakı qonşunun evində davadır, kim kimə nə gəldi edir, aləm dəyib bir-birinə. Sınmayan əşya, qırılmayan sümük qalmayıb. Əslində bizə nə? Doğrudan bizə nə? Bu bizim müharibəmiz belə deyil. İran isə belə düşünmür. Bizi də o qaranlığa salmaq üçün Naxçıvana dron hücumu edir. Bunu etməzdən bir neçə saat əvvəl Prezident İlham Əliyevdən yardım da istəyir. Həmin İlham Əliyevdən ki, dünyada səfirliklərini ziyarət edib başsağlığı verən yeganə lider o idi. Xislət eyni, mahiyyət eyni. İllər öncə də belə təxribat olmuşdu. 2001-ci ilin iyul ayı. Xəzərdə BP-yə məxsus Jeofizik 3 gəmisi neft axtarışındadır. İran donanması gəmimizi təhdid edir, onu geri qaytarır. Ardından İrana məxsus qırıcı təyyarələr hava sərhədlərimizi pozur. Təhdidin tonu biraz da artır. Sonda 24 avqustda Bakı səmalarında şahinlər görünür. Türk Silahlı Qüvvələrinin qırıcı təyyarələri, azadlıq meydanında minlərlə insan bu tarixi anlara baxır. İranın təxribatı baş tutmur. O zaman Azərbaycanı təhdid etmək elə də çətin değildi, amma indi Bakının gilavarı, Ankaranın şahinləri, Təbrizin türk damarı bir yerdədir, dəmir yumruğun ətrafındadır. Əziz qonşularımız, unutmayın, ağlınızda qalsın. Bir də biz deyək, bu xalq qorxuda bilinəcək, üstünə şığıyacaq bir xalq deyil. Heç əvvəl də olmayıb, gələcəkdə də olmayacaq.